Salam dostlar, kanalıma xoş gəlmisiniz. Dostlar, bundan əvvəlki bir short videosunda paylaşmışdım ki, əgər 200 like gəlsə, Brawl Stars Çin sürümünü necə yükləyirik onu göstərəcəm. Qismət bu günədir. Yəni gözlədiyimdən də çox like gəldiyi üçün videoyu tez çəkmək qərarına gəldim. Bəli dostlar, gördüyünüz kimi bc.qq.com Brawl Stars yazırıq bura. Mən daha öncə yazmışdım. Yəni ilk gördüyünüz yerə tıklayırıq. Deməli, əgər telefonunuz Android isə Android sürümü, Apple'dırsa iOS olaraq yükləyirsiniz. Bizdə telefon Android olduğu üçün yükləməyi basırıq. Deməli, yüklə və təkrar indir gəlməlidir. Bəli, hazırda yüklənir gördüyünüz kimi. 1 GB-lıq yer tutur, tezdə yüklənsin. 1 dəqiqə ərzində yüklənəcəkdir. Mən də sizə delete sim DVD yəni, amma belə deyim dostlar, karakterləri çox dəyişikdir. Short videosunda da gördüyünüz kimi çox gözəl skinləri var. Bu məlumatlardır oyuncular haqqında. Deməli dostlar, son 10 saniyə ərzində yüklənsin. Və dostlar, əgər onu da qeyd edim, siz bu bağlantının adını yazdınız amma gəlmədisə, mən sizə link olaraq göndərəcəm, daxil ola bilərsiniz. İndi dostlar, yükləndi, daxil olaraq bura. Yüklənməyini gözləyirik. Yüklə seçməyinə basaq. Mən özüm onu da qeyd edim. Brawl Stars'ın özünü oynayıram sadəcə olaraq kütlənin daha çox marağı oldu görə bu Çin Brawl Stars sürümünə mən də videosunu çəkməyə qərar verdim. İndi yüklənməyini gözləyirik. Belə yüklənsin, yoxlama olacaq. Sonra əgər virüslüsə proqram yükləməyinə icazə verməyəcək. Evet dostlar, gəldi, aça basaq. İndi bu aşamada bunların hamısı Çin dilindədir. Biraz başa düşməkdə çətinlik çəkəcəyik. İndi dostlar, önümüzdə iki seçenek var. QQ kodu ilə qeydiyyatdan keçmə, WeChat vasitəsilə qeydiyyatdan keçmək. Biz ən güvənilir yolla qeydiyyatdan keçəcəyik.
WeChat vasitəsilə. WeChat-i də dostlar Play Store və iOS-dan, Apple Store-dan indirə bilərsiniz. Gəlin bir yerdə indirək və qeydiyyatdan keçib. Deməli, Play Market-də WeChat yazaq bura. Bu proqramdır. 100% yükləndi. Bəli dostlar, gördüyünüz kimi WeChat proqramındayam. İndi burada oturum aç və telefon numarası ilə qayd ol seçeneği var dostlar. Buradan sizə necə qayd olmaq lazımdır, onu göstərəcəm. Mən telefon numarası ilə qayd olmayacağım ümumiyyətlə. Sadəcə olaraq göstərəcəm. Deməli, burada seçim var. Mobil ilə qayd ol, Facebook ilə qayd ol. Mobil ilə qayd ol seçeneğini tıklıyorsunuz. Burada gördüğünüz gibi adınızı, ülkenizi seçip cep telefonunuzu kaydedip kendinize parol yaratıyorsunuz. Sonradan burada okudum ve kabul ediyorum seçeneğini tıkladıktan sonra devam et seçeneği var. Oraya basıyorsunuz ve sizin hesabınız yaratılıyor. Hesap yaratıldıktan sonra, yani kaydoldunuz. Ondan sonra da burada oturum aç seçeneği var. Yani sizin yarattığınız, kaydolduğunuz hesapla oturum açırsınız. Oturum gördüğünüz gibi sizden sadece ölçü ve telefon numaranızı istiyor. Yani ölçü ve telefon telefon numara ölçənizi seçip telefon nömrənizi yazırsınız ve ondan sonra kabul et ve devam edə basandan sonra dostlar sizin nömrənizə kod göndərəcəkdir. 6 xanalı nömrə gələcəkdir ora. Onu qeyd etməlisiniz bura və sonradan WeChat hesabına girə biləcəksiniz. Yəni sizə lazım olan odur ki, sadəcə olaraq WeChat hesabını yaratdıqdan sonra Brawl Stars'ın Çin sürümünə daxil ola biləsiniz. Sadə bir şəkildə gördüyünüz kimi qayd olursunuz və sonradan oturum açıb Brawl Stars'ın Çin sürümünə daxil olub oradan şifrenizi ve telefon numarasını yazıyorsunuz ve rahat bir şəkildə oyununuzu oynayırsınız. Mən fikir verirsiniz bəzən türkcəsində sözlər danışıram. Bunun səbəbi də odur ki, yəni mənim kanalıma baxan kütlənin bir çoxunda türk qardaşlarımızın olmağıdır. Yəni kendisi ilə yenə də bu kanalda video olacaqdır dostlar. Belə gözəl, faydalı, maarifləndirici, əyləncə dolu videolar görmək istəyirsinizsə oyun sevərlər, videonu bəyənin, paylaşın və ən əsası da kanalıma abunə olun ki, video paylaşan zaman siz xəbərdar ola biləsiniz tezliklə. Dostlarım, video bu qədər. Sağ olun, salamat qalın. Növbəti videoda görüşərik.